Bugün 2025-ci il iyunun 29-u. Gəlmişik Xızı dağlarına keçilik yatı yığmağa. Max da qoşulub bizə. Orxan qardaş da Allah canı sağ eləsin. Gətirib bizi Xızı dağlarına. Nətərdir Xızı dağlarında hava? Çox çətindir bu həqiqətən də. Düzdür, biraz yığmışıq. Nə qədər yığmışsan? Allah bərəkət versin. Min bərəkət. Çox çətindir. İndi biz bunu düzdür özümüzə görə gəlirik yığmağa, amma bunun satışı ilə məşğul olanlar çox əziyyət çəkir həqiqətən. Sonra ilə pay verin. Bu görün haralardan gəlib sizin yığırıq. Bax, ne işiniz var dəllərdə. Bax, gəlib çıxmışıq dəllərlə xirekin arasına. Güzəllikdə də olsa dər yağıyor. Hə, haralar gəlib çıxmışıq. Biz aşağıda bitirlər ən çox. O da ki xirekin yoludur baba, xirek. Mən də yıxmıyorum. Qarabağla xireki çıxır da bu. Hə, indi inşallah çıxıb yeyəcəyik qarablağa. Qarablaqdan da yığacağıq biraz köklü yotu. Orada da bitkə çörək yeyib. Biraz havamızı dəyişib. İnşallah sonra Bakıya. Qoşulun bizə, ən uca zirvədə dağlılar. Biz bu dağların heyranıyıq. Bax, bu dağların. Yaşa da hümbətəli. Sağ oluz, var oluz. Həsən havası nətər idi atam? Hə? Bir çön ataya baxır. Nətərdir dağlan havası? Eşq olsunuz.